Salam, əziz, hörmətli, dəyərli qonaqlarımız. Bu günləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə xoş gəlmişsiniz. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə Beynəlxalq Maarif Məktəbinin təşkilatçılığı ilə bu günləri sizlər üçün biri-birindən gözəl konsert proqramı təqdim olunur. Bu günləri konsert proqramımıza mötəbər qonaqlarımız, məhz Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və ömür gün yoldaşı Zührə Akgün bizim muzeyimizə və Beynəlxalq Maarif Məktəbinin konsertinə xoş gəlmişsiniz. Bugün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, əməkdar mədəniyyət işçisi Al Xanım Bayramova müəyyən səbəblərə görə Daşkənddə ezamiyyətdədir, işlə əlaqədar və bildirmişdi ki, mütləq qeyd edim ki, məhz Türkiyənin biznes şurasının sədri Səlcuq Akad və musiqi alətlərinin ustadı Firidun Obul tərəfindən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 13 musiqi aləti hədiyyə olunmuşdur. Onlardan Curan, Qaradəniz bölgəsinin kamançası, daha sonra ney, zurna, tütək və digər musiqi alətlərini nümunə göstərmək olar. Bu musiqi alətləri ilə yaxından tanış olmaq üçün, əziz tamaşaçılar, tədbirdən sonra yaxınlaşıb həmin güşəyə və bizim muzeyimizin ekskursavoru tərəfindən sizə daha ətraflı, geniş məlumat verirlər. Şuman davulu məhz 2011-ci ildə Şaman davulu məhz 2011-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi və eyni zamanda muzeyimiz, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Türksoy ilə birlikdə məhz Türk musiqi şünası Ali Özaydın tərəfindən muzeyimizə hədiyyə olunmuşdur. Məhz indi isə bu gözəl mötəbər gündə 28 may Müstəqillik Günü ilə əlaqədar keçirilən konsertdə keçid etməmişdən öncə sözü vermək istəyərdim. Beynəlxalq Maarif Məktəbinin müəllimi, gözəl müəllim, hansı ki, çox böyük əziyyət çəkib, uşaqlarla o qədər mehriban rəftar edirdi ki, hətta adam özü uşaq olmaq istəyirdi, bir sözlə. Pərvin Əşariyə. Teşekkür ederim. Gelen bütün qonaqlarımızı salamlayıram. Gələn ayaqlarınız var olsun. İcazənizlə biz tədbirimizi açıq elanı üçün sözə başlayaq. Hörmətli qonaqlar, dəyərli müəllimlər, əziz valideynlərimiz və sevilmiş aillərimiz, səhnədə bizdən olanlar və onların dəstək qrupunda gələn bacıları, qardaşları. Sizin 28 May Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə təşkil olunan Maarif Sədası konsert proqramında salamlayırıq. Bugün yalnız bir tarixi değil, bir milletin azadlıq ruhunu, mübarizəsini və qürurunu bildirir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması Şərqdə ilk demokratik dövlət olaraq xalqımızın həyatında yeni bir səhifə açdı. Bu əlamətdar gündə Azərbaycan və Türkiyə qardaşlığını, ortaq tariximizi, sarsılmaz birliyimizi musiqi və sənətin dili ilə birlikdə yaşadacaq. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması dövründən bugünə qədər Türkiyə hər zaman Azərbaycanın yanında olmuş, iki qardaş ölkə sarsılmaz dostluq, birlik ruhunu bütün tarix boyu yaşatmışdır. Sizin üçün proqramın axışını nəzərinizə, diqqətinizə çatdırmaq istəyirəm. Proqramımızı açmaq üçün dövlət himnlərimiz səslənəcək, daha sonra Azərbaycan-Türkiyə mahnısı, sonra bizim üçün 4-cü sinif şagirdi Hüseynzadə Melisa fortepianoda ifa edəcək, daha sonra Azərbaycana gəlsin mahnısı, pianoda Ninni Layla ifa ediləcək, Atabarı Türk xalq mahnısı, türküsü, uşaqlara bir balaca istirahət məqsədi ilə özümü arxada ifa edəcəm, şiir deyəcəyik, çünki vətən müqəddəsdir söyləyəcəyik, pianoda Pasakalya səslənəcək, Bəyaz Çiçəyim, yəni Ağ Çiçəyim xalq rəqsimiz səslənəcək, piyanoda yenidən sonda bizim üçün Baxışlı Sual da ifa edəcək və tədbirimizi biz uşaqların şərəfinə bağlayacağıq. Bağlayacağımız da vaxtla yarınlar sizə əmanət, yəni onlar bizə əmanət deyəcək, biz isə sizə əmanət deyəcəyik. Tədbirə başlamamışdan öncə sizdən
kiçik bir xahişim olacaq ki, əgər mümkündürsə, telefonlarınızı nə qədər səssizə qoysanız, amma çəkməyə bizi davam etsəniz gözəl olar. Niyə səssizə? Çünki arada kəsilməsin deyə. Biz hazırıq və tədbiri açmaq üçün Azərbaycan Respublikasının dövlət himni, daha sonra isə qardaş Türkiyənin İstiqlal Marşı səslənir. şagirdlərimizlə aparıcılıq səhnəsini bir yerdə bölüşəcəyik. Bu mənim üçün bir şərəfli qürur hissidir və sizin alqışlarınızla onlara sözü vermək istəyirəm. Tədbirimizi açmaq üçün sözü Zeliha Nura. Nəzakət və bugün 4-cü siniflərimiz həm buraxılışdadır, həm də ki, Musiqi Dərnəyinin aparıcılarıdırlar. Bir millət, iki dövlət kəllamı, iki qardaş xalqı birliyinin ən gözəl ifadəsidir. Azərbaycan Türkiyə mahnısı ilə dostluğumuzu tərənnüm edən ifanı sizə təqdim edirik.
mahnısını sizə təqdim etmək istəyirik. Yorulmuş xalq ruhunun ən incə melodiyalarıdır. Sizin üçün ninni xarakterli musiqini Əlizadə Aliyev piyanoda ifa edəcək. Onlar sadece musiki değil, tarihtir, birliktir, ruhtur. İndi səhnədə təqdim olacaq ən məşhur xalq musiqisidir. Bizim müşayiətimizdə Atabarlar ritmi ilə Azərbaycan və Türkiyə qardaşlığının coşqusunu gəlin birlikdə istədək. Atamızdan yadigar, bizde asaları
sizin əksiniz deyil, yəni sizin evinizin əksi deyil, həm də biz müəllimlərin əksidir. Biz sevincli günlər üzrə gələndə məktəbə onlar da baxıb bizə gülürlər. Biz üzgün olsaq onlar da üzülürlər. Hər halıyla bizim gələcəyimiz olan uşaqlar bizim əksimizdir deyib, məhz bu əsəri seçdim. azadlığımızı hem de kardeşliğimizi bir daha ifade edecek. Vətənimizin değerini, çünkü vətən müqəddəsdir deyə sizə ərz etmək istəyirik. Yer üzündə gəzsən, bütün gitəni, göz oxşasa yeri, göyü, çəməni, cani dildən sevəcəyik vətəni. Çünki vətən müqəddəsdir, əzizdir. Vətənimin göz oxşayan çölü var. Dənizi var, meşəsi var, gölü var. Bu vətəndə biz olarıq bəxtiyar. Çünki vətən müqəddəsdir, əzizdir. Hər qarşı göz oxşayır vətəni. Cənnətidir bu ölkəmiz gitəni. Göz dağıdır Azərbaycan düşməni. Çünki vətən müqəddəsdir, əzizdir. Bu ölkəyə oğulları dayaqdır. Gecə gündüz səngərdədir, o yağdır. Düşmənimiz qısa vaxta qonaqdır. Çünki vətən müqəddəsdir, əzizdir. Millətimdir yeryüzünün incisi. İnsanların canlarının incisi. Azərbaycan bu dünyanın incisi. Çünki vətən müqəddəsdir, əzizdir. Genç piyanoçumuz Əliyeva Banu sizin için Passacaglia ifa edecek.
ifadəsidir. İndi isə sizin üçün Baxışlı Suadanı səhnəyə dəvət edirik. Doğu ve geleceğe yönelmiş anlardan birine geçirik. Səhnədə səslənəcək növbəti ifa bizə bir həqiqəti xatırladacaq. Bugün qurduğumuz hər bir dəyər sabahın təməlidir deyəcək. İndi dinləyəcəyiniz mahnıda vətənimizə əbədi sevgimizi, gələcəyimiz olan uşaqlara ötürərək onlara sonsuz inamımızı əks etdirəcək. Onlara qoyduğumuz bu mirası bir ömür qoruyacaqlarına inanırıq. İndi isə Yarınlar bize emanet. mahnısı səslənəcək. Yağmur yağar toprak üstüne, güneş doğar gökyüzüne. Ey vatan, sensin benim tek rüyam. Şehit yatar toprak altında, dalgalanan bayrak uğruna. Ey vatan, sensin benim tek yuvam. Yağmur yağar toprak üstüne, güneş doğar gökyüzüne. Ey vatan, sensin benim tek rüyam. Şehit yatar toprak altında, dalgalanan bayrak uğruna. Ey vatan, sensin benim tek yuvam. Alnına vicdanı hür, yarına umutla gün. Bu bir vatan borcu bin, yarınlar bize emanet. Alnına vicdanı hür, yarına umutla gün. Bu bir vatan borcu bin, yarınlar bize emanet. Alnına Karlar çam çiçek gibi, umut verir Türk gençliği. Bunu bir vatan borcu bil. Yarınlar size emanet. Alnına vicdanı hür, yarına umutla gün. Bu bir vatan borcu bil, yarınlar bize emanet. Bizdən maraqlandı. Bu necə, o necə, sağ olun, çox minnətdaram. İnşallah ki, digər səhnələrdə də sizlə bir yerdə olaraq inşallah. Və ən əsası mən Maarif Məktəbi rəhbərliyinə təşəkkür etmək istəyirəm. Mütəvvib bəy, Ərtoğrul hocamız, Mevlüt hocamız, çox sağ olun, çox dəstək oldunuz.
Gelen qonaqlarımıza minnətdaram. Birol bəy sizə çox təşəkkür edirəm. Bizi keçən dərdəmizdə bəyəndiniz. Çox sağ olun. Hamıza minnətdaram. Hocam gələn ayaqlarınız var olsun. Hər birinizə minnətdaram və ən əsası söz istəyirəm. Son sözü Ertuğrul Hocaya verək. Hocamıza verək. Kıymetli Büyükelçim, değerli hanımefendi, aziz konaklar. Aslında hocam sözleri güzel bağladı. Yani burada biz Marif ailesinin böyle küçük bir örneği, numunesi olarak bir aradayız. Bir yıl boyunca yapılan musiki çalışmaları, kulüp faaliyetleri, ders faaliyetleri böylesine güzel bir mekanda taçlandı. Hem 28 May Müstakillik Günü hem yıl sonu kulüp faaliyetlerinin tekmilleştirilmesi faaliyetini burada icra ettik. Hocam öğrencileriyle birlikte çok güzel hazırlık yaptı. Biz gurur duyuyoruz, mutlu oluyoruz. Dün kıymetli Büyükelçim ve hanımefendi geleceğini duyunca biraz heyecanlandı. O heyecanın etkisi var ama onlar da bizim Marif ailesinin sağ olsunlar. Hem kurucuları hem başımızda hem Büyükelçimiz sağ olsunlar. Ben ayrıca bu güzel müze rehberliğine de bize bu imkanı tanıdıkları için teşekkür etmek istiyorum. Aziz valideynler, sizlere teşekkür etmek istiyorum. Bu tatil gününde çocuklarınızı yalnız bırakmadınız, geldiniz. Hepiniz sağ olun, var olun. Ayrıca Marif Bahçesi'nin çiçekleri. Onları Bugün Akgüller, değil mi? Ağgüller. Bugün böyle Azerbaycan-Türkiye kardeşliğini ne kadar güzel perçinlediler, ne kadar güzel ruhumuza işleyen bir musiki ortaya koydular. Sağ olsunlar. Ama bütün bu emeklerin arkasında bir kahraman var. O kahraman da Pervin Hocam. Pervin Hocam, Marif Mektebi kurulduğundan beri 4 senedir böyle bir pozitif enerji. Hasan Hocam nerede? Yani pozitif enerji, yani her şart altında yüzü gülen, okula böyle pozitif enerji yayan, musikinin o güzel namelerini sunan, çok mesleğini severek, ruhtan böyle can yandırarak yapan bir hocamız. Aynı zamanda Azerbaycan'ı uluslararası alanda da temsil eden, Azerbaycan'ın müzik öğretmenleri için de Azerbaycan'ı temsil ederek Avrupa'ya, İsviçre'ye değil mi hocam temsil eden bir arkadaşımız. Kendisiyle gurur duyuyoruz. Ben günün anısına Marif Mektepleri adına bir çiçek takdim etmesi üzere kıymetli hanımefendiyi buraya Vallahi Pervin Hocam tebrik ederim. Harika bir programdı. Tebrik ederim. Çocukların isminde dolayısıyla hepinizi çok gururlandırdım. Çok teşekkür ederim. Çok teşekkür ederim. O siz olun. Eğer münasip görürlerse Büyükelçim fotoğraf için müşavirimizi, ailesine Hocam farklı Tebrik ediyoruz, hepinizi tebrik ediyoruz, çok tatlısınız. Çok güzel icra ettiniz hepinizi, aileleri çok tebrik ediyorum. Gerçekten çok güzel çalışmışlar. çocuklar öne alalım. Şöyle çocuklar öne geçin. Gel şöyle ha.